أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله من أول الدنيا إلى فنائها ومن الآخرة إلى بقائها والصلاة والسلام على نير الأعظم العبد المؤيد والرسول المسدد المصطفى الأمجد المحمود الأحمد أبا الزهراء أبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. قال الله تعالى وما هذه الحياة الدنيا إلا لهو ولعب وإن الدار الآخرة لهي الحيوان لو كانوا يعلمون. Dersi ki İmam Hüseyin Kərbəlada bizlərə verib, çox dərslər verdi. Dersi azadegi, dersi isar, dersi az xudguzəştegi, dersi məad bavəri. Bu iki qiyaməti biz qəbul eləyək balatərin dersi Əbi Abdullah Hüseyin əleyhissalamdır. Ki mərdim qiyaməti etiqadınız olsun. Deyir ha, məsələn biz etiqadımız olsa nə olar qiyamətə? Olmasa nə olar birdən? Bizim qiyamətə birdən deyir etiqadın olsun. Qiyamətə etiqadımız olsa nə olar? Olmasa nə ittifaq düşər? Biz ki vaxt deyirik, biz dindarıq. Dini İslam, dini Yahud, dini Məsih. Üç qismətdən din təşkil tapıb. Qismət-i əvvəli din etiqadatdır. İnsanın gərək etiqadı ola Allahın birliyinə, etiqadı ola Allahın ədalətinə, etiqadın ola 124 min peyğəmbərin vücuduna, etiqadın ola imamətə və etiqadın ola ruzu qiyamətə. İmanın, dinin qisməti əvvəli budur. Qisməti dovom dinlən əhkamdır. Deyir ağa namaz qıl. Quranda deməyib neçə rəkət namaz qıl. Quranda yoxumuzdur, harda rüküyə get, harda səcdiyə get, harda qunut tut, harda niyyət elə. Bunların əhkamın gərək biləsən. Hacı ki gedir Məkkəyə gərək bilə, ehram bağlayanda neçə şey buna haramdır. İnsan ki istəyir oruç tuta gərək bilə, neçə şey orucu batil elər. Bunlar da əhkamdır ki insan gərək bunlar örgəşə. Sevvam əxlaqiyyatdır. Adam yalan danışmaya, qeybət eləməyə, adam öldürməyə, zina eləməyə, hezarı yek xilafı digər. Buyurur, əgər biz etiqadımız olsa qiyamətə nə ittifaq düşər? Əvvəlin ittifaqı ki sənin etiqadından düşər budur. Əxlaqı zindəqanlıq elərsən. Allah sövən yollara gedərsən. Niyə? Deysən qiyamətdə bu əməlimə Allah məndən cavab istəyəcək. Pəs mən əxlaqı zindəqanlıq elərəm. Əgər biz etiqadımız olsa qiyamətə aramışla yaşarıq. Heç birimizə buradan gedəndə 500 min pakata qoyub vermirlər. Hamız pul xərcliyisiz, vaxtınızdan qoyusuz, işinizdən qalısız. Nəyə gəlibsiz oturub İmam Hüseyin cələsəsində? Burada deysən aramış tapıram. Nə məniyə? Deysən qiyamətdə bunların cavabını Allah verəcək mənə. Mən xanım Zəhra ilə tərəf hesabam. Pəs qiyamətə etiqadın var, burada aramış tapısan. İnsanın əgər qiyamətə etiqad olsa məsuliyyət pəzir olar. İnsan ki bir iş alır öhdəsinə, əgər etiqadı olsa qiyamətdə əgər mən kəmkarlıq eləsəm Allaha gərək cavab qolam, işin düz əməllə can verər. Hər yerdə olur olsun. Amel digəri ki insana məad bavəridən nəticə gətirər, insan İmam-ı Adilinin dalında durar. Kərbəlaya çoxlar gəlmişdi, böyüklər. Həzrət Əbi Abdullah Hüseyin əleyhissalam, salar şəhidan, ərbab bi kəfən, قسم بر حرمی که به هوایش دل غم دیده اسیر است، به آن گنبد و گلدسته که پیشش همه افلاک حقیر است، به دربار کریمی که پیشش کرم و جود فقیر است، به زهرا که به فرموده حق خیر کثیر است، به حیدر که شهنشاه قدیر است، نوشته به در عرش حسین ابن علی ابن ابی طالب امیر است.
Çoxlar gəlmişdi İmam Hüseyinlə Kərbəlada. İmam Hüseyin beyətin götdü. Buyurdu çıraqlar xamışlayın. Gedənlər getsinlər. Amma buyurdu qardaş Əbəlfəz sən getmə, gəl mənim yanıma. Bir puli verdi Həzrət Əbəlfəzaya. Buyurdu durarsan qapı ağzında. Bu gedənlərin oğcuna da bir pul qoyarsan. Bunlar bizə görə gəliblər. Gedib qalarlar yolda itəllə qoy getsinlər çatsınlar evlərinə. Amma 72 nəfərə İmam Hüseyin abdan siz də gedin. Həbib, Müslim ibn Usacə, Qəmər Bəni Haşim, gedin siz də gedə bilərsiniz. 72 nəfərin yekseda sözü buydu. Ya Hüseyin, əgər bizi 100 seri, 1000 seri öldürələr, duvara zində olaq və duvara doğrayalar, sənin yolunda səni bu çöldə tək qoyanı dəyirik. Vaxtı bu hərəkəti bunlardan İmam Hüseyin görəndə buyurdu vərfəu ruusakum, başlarınızı qovzayın vənzuru ilə mənazilikum fil cənnə. İndi baxın behişdə yerlərinizə. O peyğəmbərdir, o da şühədadırlar, sizin müntəzirinizdirlər. Amadədir behiş sizin qədəmlərinizdən istiqbal ola. İmam Hüseyin buyurdu ay mərdum, əyyuhənnas, mərdum dedilər ya Hüseyin abi Yazid səni də öldürər. Nə deyirsən ha, otu yerində qardaş ha, Yazidin sən çalanmasan ki, bunun leşkər hər nə mənə əlindədir. Sənin də adamın 72 nəfərdir. Gəbeyyət elə işi qutar. Buyurdu ki, Peyğəmbər Xuda buyurub, mən ra sultanən cairən müstəhillən li haramillah. Ay mərdum, hər yerdə gördünüz bir nəfər zülm eləyir və sənin də qudrətin var danışmağa, deməyə. Amma dinməyəsən deyəsən, mənə nə irtibatı var Allah qiyamətdə bu cür adamları aparacaq qəri cəhənnəmə. Fikir eləmə bu dünya həməşə sənə qalacaq. Bu dünya hamını əli boş yola salır. Bir müddət başı qatacaq özüvə, arvada, uşağa, işə. Bir gün görəcəksən qoydular tabudun üstünə. Bolənd bequ, la ilahə illallah. İmam Hüseyin buyurdu mərdum, ibadəllah, ettəqullah kunu minət dünya həzər. Buyurdu mərdum, amandı dünyadan qaçın ha. Əgər qərar olaydı bu dünya bir nəfərə qalıydı. Ya bir nəfəri özündə saxlayaydı. Peyğəmbərlər hamıdan müstəhəq idilər bu dünyada qalmağa. Hani Peyğəmbər? Hani böyük babalarız, hani bizden qabaqçılar, hara gediblər? İskəndər Məqduni cüz-i mə'dud insanhayist ki, ruy Kore zəmin hükümət elədi. Öləndə 3 dənə əcib vəsiyyət elədi. Dedi mərdum, mən ölürəm. Məni verərsiz döhdürlərin çiyninə, cənazəm apararlar qəbristana. O məsiri ki mənim cənazəm gedir, o məsirə pul səpərsiz. Sevvam əlləmi tabutdan qoyarsınız kənara. Dedilər ha, nə fərq elə, sən öləndən sonra hər kəs aparırsın. Dedi yox. Qoy mərdum bilsin nə heç döktür ölümün qabağını ala bilməz. Ezalcav əcəluhum la yəstəxirunə saətən. Əcəl gəldi qutuldu əməlində, nə tobiyə vaxt var, nə qayıtməyə. Qoy mərdum bilsin da bu pul mənim dərdimə dəyməz. Qoy mərdum bilsin nə mən ki dünya mənimidir, əli boş gedirəm. Buyurdu ennə əkrəməl mevt əl-qətl. Behterin ölüm məni Hüseynin yanında, şəhadət Allah yolundadır. Andola Allah'a 100 zərbə şəmşirinə, 1000 zərbə şəmşirinə doğranam. Behtərdir budur ki yorgan döşəyin içində öləm və Allahın yadından qafil. Buyurur və ələmu ennəd dünya holvaha və mərruha holum. Mərdum bu dünyanın acılığı. Qorxma, bugün sud elədin, sabah zəri. Bunlar hamısı bir yuxu kimindir. Xoşub çıxıb gedəcək. Və intibahu fil axirə, əsli oyaqlıq qiyamətdədir. Vəl faizun mən fazə fiha. Xoşbəxt o adamdır, Allah yanında ağzı açıq ola, anın açıq ola. Ha, dünəminə ver, haca müstəzirlər də du elə. Dedimə də müstəzir kef eləyir bu dünyada. Xanə sahabın bağrı çatdı, dədə var, izoqam dəlini bindi uçar başımıza. Müstəzir deyir, bura xoşuma gəlməz, uşaqlarını vırıb dağıdıb. Sabah gedərəm buradan gözəlini tutarım. Nə qüssəsi var ki damım uçacaq, nə bir şey. Allah adamın ahirət öyün xarab qoymasın. Allah adamı orada müstəcir eləməsin. Orada sahabxan ol. Burada ittifaqa müstəcirə kefə baxırlar. Vəl faizun məm, axı kefi kasıblar eləyir. Dövlətdilər bavər buyuruna, əksər olan ki karxanadardılar, tamam yuxu davası ilə yuxuluyurlar. Yuxulacan niyə? Çeki dağıdıb məmləkətə, yuxu gəlmir. Hey dığırlanır, oğuzə dığırlanır. Ədə deyir, qədər, çeşlər bağrımı çatlar. Appəz yer alma yeməkdən dişlərinin dibi xiyar olub bina var. Amma kasıb deyir, hələ 2 kilo filə ətalyə sabaha da Allah qadirdir. Kefi də elə kasıblar eləyirlər. Buyur və intibahu fil axirə. Buyur əsli oyaqlıq qiyamətdədir. Vəl faizun mən fazə fiha.
xoşbəxt o adamdır ki, qiyamətdə xoşbəxt ola. Və şəqiyyə mən şəqiyyə fiha. Bədbəxt o adamdır ki, qiyamətdə Allah yanında deməyə söz olmuyor. Xob, alim məhzəridir, uləmaların səlamətçiliyinə, ya Allah, Acayib Burunsiy əziz. Səlamətçiliklərlə bir salavat xətm buyurun. Ya Allah. Ya Allah azdalar. Ağa təzə şuru eləmişəm ha, qızışdırmışam məhəllisə amadə edilər. Bir ayrı mallı istəyir ki, dağılsın. Yığışdıraq, xülasə qazın tuta. Gör nə keyf eləyirlər. Hələ məndən sonra canı xidmətindən istifadə eləyəcək. Hələ yaxud təzə geçib bizim əlimizə. İmam Hüseyin bir belə yaxçı. Xob, İmam Hüseyin də yekiyə dünəs diye. Heç qunət sözü yoxdur. Yeryüzündə əvvəl adamdır. Yeryüzündə bir imtiyazlar var İmam Hüseyin, heç kəsdə yoxdur. Qəbləs təvəllüd, bə'dəs şəhadət danışıb fəqət İmam Hüseyin. Heç kəsdə danışmayıb. Mürəbbisi Peyğəmbər. Qanı coşa gəlib. Xob, biz bu əndaz İmam Hüseyin yaxçı. Ben niyə birdə bizlər dindən qaçırıq? İstəyirəm gələ özümüzü yaxamızı tutaq ha. İndi ki biz getdik İmam Hüseyini təriflədik, İmam Hüseyin bu gözəlliyə. İmam Hüseyin bu ağallıq. İndi niyə birdə dindən qaçır? Deyirsən dadaş namaz, deyir qorseşi xordəm. Ampul zədəm şişmahye var belə bir dənə iynə vırdırıram. Deyir qiyamətdə damandı, nüsxə yadından çıxmasın, Allaha da deyərsən ki bu iynələr vırdırmışam navazın əvəzindən. Deyirsən oruç, deyir mədəm ağrıyır. Heç ki bir nəfər zəxmi mədəsi var, oruçluqda hamının qarnına sancı dolmuşdu. Amməlan gör bir nəfər deyir mədəm ağrıyır. Deyirsən xumsu ver, deyir pul ezur, axında pul ezur mu girən əzmə? Yaxçı. Ağa, niyə bitdə dindən qaçırlar? İmam Hüseyin çilo kababına elə biz bazıyıq. İmam Hüseyin'e qurban olum, İmam Hüseyin şəhid olub, harada adı gəlir, xittəyə cən adamı yedirdirlər. Ağa İmam Hüseyin hədəfində bir tutaq da, İmam Hüseyin gəlməyib ki, mən qərəciyəm. İmam Hüseyin gəlməyib, mən başıma dövəm. İmam Hüseyin gəlməyib, mən birdən 600 kilo girəm dəmirin altına, 100 kilo özümün vəznimdə, 100 kilodur, 50 kilo və çəkil dalı. Filan xanım mənə baxır, girim ona, basar möhrələvi patladar, qalarsan vilçerin üstündə. İmam Hüseyin deməyib ki, gir onun altına, ağıl verib Allah sənə. 60 kilo vəznin var, 120 kilo götürə bilərsən, da 200 kilo onun altına girsin, basar möhrələvi patladar. Həsənəbad qumda bir nəfər girib əlamətin altına, göbəyə patlayıb, indi də yığışdıranmır özünü. O Həsənəbaddır, deyir, hesarəşlər götürənlər, o Həsənəbad. Niyə mərdum bu dindən qaçırlar? Niyə mərdumə dindən deyəndə mərdum deyir oğlum, veliş qon? Niyə? Əvamili ki mərdum dindən qaçırlar. Əvvəlin amili cəhlidir. Ağa Allah heç kəsi qanmaz adamın əlində qoymasın. Nə həmsayan, nə əhləyal, nə adamın əri, nə xanımı, nə tərəf hesabı qanmaz oldu. Yəni məğzinə bir şey getmədi, səni çürüdər da. Nə rəvət mixi ahən edərsən? Nə olar birdən Peyğəmbərin əlinin altında böyüyəndə? İki Peyğəmbərin xanımı noxalı idilər. Bu Peyğəmbərlər nə iş gördü, bunları yola gətirənmədilər. Biri Həzrəti Nuhun xanımı idi. Beçara 950 il təbliğ elədi. Xanımı çıxırdı, deyirdi, qulaq asmayın. Öz başına həzyan deyir, bunun sözünə qulaq asmayın. Allah heç kəsi cahil əlində qoymasın. Cahillə çalmaq çox çətindir ha. Dedi necəsən qanmayam qalasan yana yana. Nə dedin bərəksinə gedəcək. Həzrəti Musa'nın qovmu Musa'nı çürütdülər. Dedilər qalu ya Musa ec'əllənə ilahən kəmə ləhum aləhətun. Ya Musa gör olan neçə Allahlar var botpərəslərlə, bizim bir Allahımız var. Bizə də bir neçə Allah gətcək o ibadət eləyək. Həzrəti Musa burada başınıza daş düşsün abi. Bu bir dənə Allah ya da 2000'dən o cür Allah'ın işin göre her ne verip daha size ne istiyorsunuz? Qal, Həzrəti Musa nə buyurdu bunlara? İnnekum qovmun təcə, çox qanmaz bir qovmusuz. Çox anlamaz bir qovmusuz. Niyə? Bəran ki məğzə söz getmirdi.
Elə insan anlamazlığın əsərində bir işlərə gedər. Camiədə vaxtı insan yoldan çıxdı, bezan ki gedə uşaq tərbiyyət eləyə, istərik özgənin yolun gedə. Hərəmiz bir durası itin boynuna bir dənə zəncir bağlı parçalarda dolandırırıq. Deyər və kilas bulardı. Cəhalətin əsərində biz bücür olan namusumuza da bir etina olluq. Bir dənə xanəndə dünyadan gedib Allah ruhun şad eləsin. Hədə sənin qızın gecə bir yarımda parçada nə qələt eləyir ona Şamı qəriban saxlayıbdı. Qız ki gecə bir yarımda qaldı eşikdə, bunun mavrudu var, bunu bilməsöndə 100% etiqat tap buna. Sənin qızın xalqın bilmirəm parçalarında nə oyun çıxadır. Qızın yeri öldü. İmam Sadıq abıdır, qız bir meyvə kimindi yetişdi, ərə vermədilər, şohər eləmədi, qalıb xarab olacaq, gün vuracaq, düşəcək ayaq altına. Hammə əlan hicab ayəsi təfsir edir, gündə vəli bir moda təğyir edir. Bir gün xanım lenzi qoyur gözünə, bir gün şalvar küsür gəlir dizinə. Qızlarımız telefonu həmrah, həcə mücərrək qızda telefonu həmrah nə gəlir? Qızlarımız telefonu həmrah varı, parçalarda həmişə həmrah varı. Gözəl vəsilədir, alıb babası, bəlkə təh qalmaya ceyran balası. در اثر cehalət mərdum bir işlərə gedirlər qəhqərayın. Dadaş bə sözə qulaq asaq. در اثر cehalət Həzrəti Yusuf'un qardaşları qal. Həl alimtum ma fəaltum be Yusuf və əxi iz antum cahilun. Buyurdu, bildiniz cehalətin əsərində neynədiniz? Qardaşınızı saldınız quyunun təkinə. Bildiniz cehalətin əsərində nə oyundan çıxdınız? Hədə adam da qardaş da qardaşına dədəmal üstə dav elər. Dədəmal üstə qardaş da qardaşa çomaq çəkər. Kərbəla rozəsini oxuyanda deyir, İmam Hüseyin ağa gəldi bərbağlıyını qəmər munir bəni Haşim. Əlin qoydu belinə səsləndi, əl-anə inkəs hərə zəhri. Qardaş, əlam belim sındı. Hədə bəlfəz kimin qardaş adamın gərək beli sına da, niyə? 3 gündür su içməyib. Girib fəratə. Su içsəydi kim məsəl ona bir söz deyər? 3 gündür su içməmişəm, əlan susuzam gərək mən su içəm. Neynədir bu qardaş? Su doldurdu ovucuna gətdi üzünün müqabilinə. Suyun sərinliyi dəydi ağanın mübarək surətinə. Nə desə yaxşı? İnnəl Hüseynə ətşana. Hüseyin susuzdur. Su qaytardı töhdü yerə. Belə qardaş ölsə adamın belini də sınar. Amma qardaş da qardaşa yarım metr yer üstündə çomaq çəkdi, yüzü döl, heç adamın tükü tərpəşməz. Qardaş deyər ki, qıcanı düşməndən bətərdir adama. Əqli olsa qardaş da qardaşına küsülü qalar. Fəqət görürsən qardaş qardaşına 20 ildir danışmır. Öləndə özün salıb qəbrin üstünə, məni damından quylayın, deyir onu, durası cəhənnəmə qoçuşurdan. Hüsəlüm var. Zində vaxtı sən heç bunu adam hesablamırdın, dirilikdə məni yad et, əxəvi. Mən öləndən sonra cırma yaxəvi. Həl alimtum ma fəaltum be Yusuf və əxi. Biz antum cahilun buyurdu, cəhalətin əsərində bir iş gördünüz, qardaş qardaşı saldı quyya. Qovm-i Lut həm cins bazıdırlar. Kişilər kişilərlə izdivac eləyirdi. Xanımlar xanımlarla gözlərimiz aydın olsun. İnsan da bir belə pəxm olar axı. Hələ təzə 2 həftəmindən qabaq altın iyaləti Amerikada elam elədi. İzdivacı həmcins bazların maneyi yoxdur, səbt olur. Kilo əliyün başı var, insan kişi də kişi ilə izdivac elər. Qovm-i Lut denə də bakilasımışla da. Allah onları o zaman buyurublar, anlamaz bir qovmudur. Amerikalılar indi canları sıxır ki, niyə İranda bu oyunları yerinə salanmayıblar? Niyə İranın əhlin qoymurlar bu bərnamənin dalısıcaq gedə? Bəran ki, insanın dini olmadı, iman olmadı, insanın rişəsini o zaman qazallar. Əlan Daişin qabağında bu qəhrəman cavanlar amadədilə durmağa. Niyə? Əli qeyrəti bunların damarlarında. Daiş hey iddia eləsin ağa, Kərbəlada İmam Hüseyin hərəmi, Nəcəfdə Əli ibn Əbi Talib hərəmi, Dər Məşhəd Müqəddəs İmam Rıza Aleyhisselamın hərəmi gərək təxrib ola, nemadı şirkidi deyirik, bizim işimiz yox. Vəli Xuday nakərdə əyağız İranın mərzinə yetişə, nə İraq o, nə Vietnam o, nə Əfqandı bura, xəsmi namərdə denən kəssəsün, İrandı bura, ağamız Həzrəti Abbas nigahbandı bura.
Kur'an buyurur: "A'innakum lata'tun'r-rical şehveten min dunin-nisa, bel entum qawmun techalun." Kişi de kişiyle izdivac eder, hanım da hanımla izdivac, şeytan işleridir. Bel entum qawmun techalun. Buyurur, çok cahilsiz. Ali ibn Abi Talib Esadullahil Galib, Nebe'il Azim, Mevlana Ali ibn Abi Talib ziveralatı-da hak, govheri tək xalq eləyib, bərobar içrə qızıl gülləri tək xalq eləyib, rütbədə xatəmi peyğəmbəri tək xalq eləyib, balası Fatıme-i Ətəri tək xalq eləyib, nə qədər düşməni alülləh edə cəhl-i hədis, dadigar etrət sahib fəri tək xalq eləyib. Baba, Kəbə divarını açıb Fatıme binti Əsədə, yəni aləm bilə Haq Heydəri tək xalq eləyib. Buyurur: "El-ilmu əslu kulli xeyr." Hər nə mənə yaxçılıq var, rişəsi bilməkdədir. Ağa görübsən dənə döhtür gedə duanı avisin yanına. Mənim ağlıma bir dua yaz. Bizim xanım məndən küsür, bizə bir məhəbbət duası ya. Hələ duada məhəbbət nə ölür axı? Da duada məhəbbət olsaydı, indi duanı eviz patlamışdı məhəbbətin əlindən. Heç özünü evə qoymurlar. Müştərilər də bütün xam xanımlardılar. Pul çıxartmayıb görə pulunu nə cür çıxadarlar. Müftə pulda aparır, tökür duan evisin cibinə. Mən keçən seri ərz eləmişəm, cəhəti tənəvvü bir də ərz eləyirəm. İki xanım ağlaya-ağlaya gəldilər mənim yanıma. Haca, deyim bəli. Haca, bir dənə duan evis bizdən hərəmizdən 300 min pul alıb. 2 dənə dua yazaq. Biz 2 dənə oğlana yetişək. İndi yetişməmişik. Duada əsər eləməyib, pulumuz da gedib. Dedim, ver görüm, nə yazıbdı? Dedi, aca, deyib, aşsun əsərdən düşəcək. Dedim, bəhədiyimizən əsər eləməyib. Hətmən mən zaminin zadını çəkməyib. Ver mən o duanın zamını çəkim, qoy. Yani. Təkan verənmərəm, qardaş canı bunları. Ələn bunları, əl vırıbsan, dəyər bir-birinə bizim bərnaməmiz. Yed o yerində başı var dönür. Vaxtında çəkəcək gələ qabağa. Aynı oraya nə deyirlər, büyün bu cür daha, sabahdan bu bərnamələr yoxdur. Büyün o səlavata görə demişəm, yəni öləmdə elə danışacam, axıracaq bu cür qala. Ta Hacı Nadir Ay Cavadı təşrif gətirərlər ki, və nəhvəhsən istifadə eləyəcəyik. Xob, dedim, ver cümləyə, dedi Hacı, deyib açma. Xulasa dedim, baba, ver cürəti əməl eləməyib ki, açaq cürək nə yazır. Açdım, dedim, andollallah, 3-4 dənə qapı pəncərə əsi çəkib bunlara. Özdə səbzi xudqarından. Dedim, başı var kül ələnsin, gətiriydim, mən çəkəydim. Bundan da gözəl nəqqaşı çəkərdim. Buyurur, tamam, rişeyi tamamı bədbəxtliklər cəhalətdədir. İnsan dərəsəri cəhl-ü nadani. Neynər? Adam cahillikdən da gedir elə işə əlvırı xanəvadənin dabırısı gedir. Dadaş deyir, aburu, mən bir gecə yadımasan, aburudan, aburu müftə gəlməyib elə sən. Yel kimi verəsən havaya çıxa gedə deyəsən aburudur da tökəcəklə ayda yaranədir. Heç gəl hesabı. Aburunu zərrə-zərrə qazanarlar. Birdən görərsən gələ bir yolluq həmisi bir yerdə gedər. Dərəsəri cəhalət. İnsanın bilməməzliyi. İnsan gəl çox müvazib ola. Aburusundan siyanət elə, himayət eləyə. Buyurur cəhalət. Bais olub insanlar dindən qaçırlar. Təs Allah bizə mərifət versin, anlaq versin. Tanıyaq İmam Hüseyin. İmam Hüseyin nəyə gəldi Kərbəlaya? İmam Hüseyin darı-nədarından geçti. İmam Hüseyin hər nəyindən geçti. İmam Hüseyin cavan oğlu. İndi bir nəvər burada dədiyə deyəsən, sənə kullu bu hesarəki verik sənə, boş yerləri, məskunilər hamısı sənin. Amma 10 nəfər qəmib edəs, gözün qabanda oğlu doğrayacaqlar. Deyərsən andolallah, hesarək sərli, kullu Tehranıda, dünyanı, hələ İran, kullu cami, yəni dünyanı verəz mənə cinə qabır. Niyə? Dədiyəm, ürəyimdən gəlməz bu işi görəm. İmam Hüseyin həm səndən məndən yaxçı dədə idi, həm də məhəbbətli dədə idi. Neynədir? Kəfəni geyindirdi cavan balanın boyuna. Xob, haca, təşrif gətirin bura, haca, buyurun, xahiş edəcəm. Xob, siz də öz ənvaçın ruhuna, o mərizlərin səlamətçiliklərini, alimlərimizin səlamətçiliyinə bir ucalı səlavat xətm elə başlayaq onu. Ya Allah, haca. Xahiş istirəm. İndi fürsətdir ki, bir qədəm gəlin qabağa başsa dönüm, inşallah qurban olum sizə. Yer üzdə bir səlavat xətm elin, bir atca gəlin qabağa.
İnşallah Kərbəlaya baham ağsaqqəllərin huzurunda təşrif aparasız. Bəndə də xidmətləriniz dolam der məiyyəti uləma-i məhfil. Qurular man xələqə bir günü yevm-i ərəsat. Hamı istər özü tapsın o qiyamətdə nəcat. İstəyirsən səni məhşər günü Zəhra bəyənə, uca qamətli əbəl fəzlinə hər yerdə sən göndər salavat. Xub bəs der əsəri İmam Hüseyin Axub da havasın mənbərdə olsun. Sabahdan bu bahis sonra tez gələsiniz inşallah da. Dalda qalmayasınız ki axıba bir qədəm, gəlin elə bu bir qədəmdə mən rozəni oxuyum bax. Əbul Səid Əbul Xeyr on alimi varəstə bir yerdə danışacaqdı, bu cür mənbərə çıxacaqdı. Yer yoxumuş, eşik də doluymuş cəmaatla, çox adam gəlmişmiş ki anı xidmətindən istifadə eləyərlər. Xadim-i məscid o aşağıdan deyir ağa, hər kəs yerində deyib bir qədəm geçsin qabağa, qoy beşikdəkilərə də yer olsun. Əbul Səid Əbul Xeyr də danışma dedi, halda mən nə deyəcəkdim, bu xadim dedi bir cümlədə. Da mən danışmıram. Dedilər ben niyə axı? Dedi bu xadim qəşəng söz dedi da, hər kəs hər yerdədir, bir qədəm gəlsin qabağa. İndiyə kimin elə harda dərca vururdun, İmam Hüseyin Qadir bir qədəm git qabağa, namaz qılmırdın, bismillah istartı vur şuru elə. Git qabağa, haqqun nas hesab kitab şudə, helal haram bil, özüvə də yazıqlığın gəlməsə, arvad uşağa yazıqlığın gəlsin. Qu anfusakum və əhlikum nara. Quran bir özüvi, əhlə yalıvut cəhənnəmin otundan nəcat ver. Ha bizdən qahən dəstəcəmi gedərik cəhənnəmə. Yığıllıq arvad uşaqlı öydə, gəlinli, oğullu, qibəti dəstəcəmi. Qibəti şuru elərik. Başlarıq birinin abırısını qoyarıq vəsətə, hərə bir neştər alalarına sökərik bu abı. Özdə deyərik bətər oğuluq, biz təciyə təhlil edirik. Onun qəşəb bərrəsi edirik. Deyirsən kimsən və Allahın bacı oğluzundan zaddansan, sənlə bir istəyirəm əllə, özü bərrəsi eləyə. Sən elə özün moğrudun çoxdur, əgər cıqqılı özüvə qədibi sidiyi çəkəsən daldan, bir də baxasan özüvə, bağla qeyrətən da, adam gərək iki dənə öz dilimiz qıyıq vuranda, çuvalduz vuranda tərəf müqabilə, iynə də batır özünə. Qahən adam öz iradını da gərək deyə. Əvamil ki, mərdum dindən qaçırlar, cəhalətdir. Cəhalət dərəsəri, insan dər müqabili elmi cəhlidir da. İnsan gəl elmi tapa. Alim huzuruna gəl, cavan dayan Allah müqabilində namaz qıl, qoy şeytanın beli sınsın. Allah qoy işləvi biri-birindən də alır rast getsin. Səhər gedsən düşən bombəstə, gedsən düşən sola çuxura işində rast gəlmir. Niyə? Bəran ki giriftar olanda qaçıbsan İmam Hüseyin qapısına. Mərzun olan dilə İmam Hüseyin Allah döhdür yolluyub bizə. Ağa İmam Hüseyin çebəsa mərizə şava verə, çebəsa verməyə. İmam Hüseyin gəlməyib ki mərdim döhdürləri çörəkdən sala. Elə hər kəsim qola baş ağrıdı, ya Hüseyin İmam Hüseyin də buyura bəli, xoş gəldin, sən şafa tapdın. Onlara döhdürlər, hamısı otural, ağzını açarlar, gövə hava yiyələr. İmam Hüseyin gəlib yol görsədə bizə. İmam Hüseyin bir cümlə buyurdu, ey qaş, hammımına əməl eləyə, heyhat min nəzdillə. Yəni Hüseyin ölər zillətin altına getməz. Şiəni Allah əziz xəlq eləyib, insanı Allah əziz xəlq eləyib, izzətinlə yaşa, izzətmədar ol. Cavan özü muhtad elib onun qabanda zəlil eləmə, hər kəs o nakəs ağzəydi sənə gülə ha. İndi cavansan qolun gücü var der, nokər etəm, çakər etəm. Sabını yaxdı ayağın altına, baş üstə vurdu yerə, ondan sonra da səni tanımayacaq ha. Sən keçəndə başmaqlavı məskər eləyəcək, sən keçəndə şalvavın yamağın məskər eləyəcək, sən keçəndə ağzın suyun məskər eləyəcək. Bax ağzı gözünün suyu da dəyib bir-birinə. Həmin cavanıdır ki sənə derdi nokər etəm. Allahdan, Peyğəmbərdən əl üzmə, cəhaləti ötür. Onlar ki bizi birahiyə çəkirlər, onlar ki bizi heşdadla istəyirlər, dindən çıxadarlar. Hər nə mənə var əhl-i beytin qapısında var və düşmənin belin sındıran sənin bu təcəmmülarındır. Əvvəlin amili dinqoriziyə insan ha, dindən cəhalətdir. İkinci, təqlidhay kurkuranə. Buyurur Joseph Knight bir tane danışmende Amerika'yı der, Amerikanın iki bazusu var, çok kudretlidir. Yek, evveli risanədir,
Hamının önündə var. Risale, mahvare, internet, övləri yıxan, xanı xərabkon. Sırağa gün bir dənə təlaq oxudum, tərəf line üstə boşanırdı. Çox adam bavər buyurun ha, birdən çay gətiriblər, line belə başın qatıb, bir yolda duz qabını soxub ağzına qətləyəndə vəzinə. Onların ki varlarıdır, yuxuları da gəlmir. Tamam ruzmərri işlərindən qalıb, elə din tez qaçır gömləmə nədir? 20-30 dənə bekar oturubla bir-birinə pəyam verirlər. Bu da var, hərdən bir gülür, adam deyir, ben birdən xol olub tərəf. Birdən gülür, birdən qaş qabağını sallayır. Birdən göz, adam bilməsə ha deyər, bu nə oyundu çıxadır bu? Qaş gözü ilə telefonla danışır. Qabaq qədim çökkələr var idi, bu alverçilərin əlində, hey belələrdilər. İndi də mobillər o cür olub, adam deyir, tərəf hesab milyonların zadın hesaba salır. Yaranəsin hesabına töhməyələ, sığar pulusu yoxdur cibində. Oyundu qalmır çıxadır. Amerikanın iki bazısı var, biri resanədir. Evləri bu resanə ilə yıxırlar. Evləri resanə ilə yıxır. Sənə farsi filmi düzəldir, ötürür səni övə, arvad uşağın baxır. Yavaş yavaş bir gün görsən xanım bəli, bir ayrı modda çıxır eşiyə, oğlan bir ayrı modda, sən də özün də qəşək enlənibsən, uzanıbsan, balış atıbsan başıva, qeyrəti də qatlayıb qoyubsan dal cibivə, dahi səsi çıxmır. Dahi heç nə naməhrəm baxdı namusuva, baxmadı, niyə? Qeyrət yavaş adamdan gedir, adam bilməz nə vaxt adamın vücudundan çıxdı eşiyə. Adam deyə, baba be təfahüm, cavandı da, elə cavandı da, qoy özündən çıxsın, hər oyunu var çıxasın, bir zaman qoca alacaq da, o adamın ki cavanlığı bir şey olmasa, qocalığı da bir şey olmaz. O adam ki cavanlıqda Allah'la dost olmadı, qocalığı pis günə qalar. Bunu bilmirəm demişəm ya yox, bəqə ola qəraəti bilmirəm. Bizdə o qədər bu CD-lər bizim dədəmizi yandırıb, bu kağızlar mənim əlimdədir, fəqət bu CD-lərin zorunu aldı. Və gəlin heç çox adamlar, məsələ şahid eşitməyiblər. Bəli 5 nəfər, aca görmüşük, bunu deyibsən orada, baba da xat eləmizə 5000 veribsən CD-yə, dədəmi yandırırsan. Gecə günüz gözlərim çıxıb. Axı bir dənə malla danışırdı, bir nəfər də düşdü bunun dalına, haca mən də harda mənbərim var. Dedi məsələn o biri küçəsi, haca mən də gələm. Malla deyir da bu pis işdir oldu ki mən bəri burada danışanmarıq, buna görə təzə mətləb danışdı. Haca da hara gedəcəksən? O biri yerdə də deyir, haca mən də gələm. Yox, gəldi, hədə gördü, bu 3-4 gün bundan gəlsə tamam mən bərcəyə qutaracaqdı. Sabahdan dedi, hacəmi, mən buradakı mənbəri ilə orada da danışacağım. Nəyə gəlsən, özüvə zəhmət vermə. Dedi, haca gəlmirəm ki mənbəri və qulaq asam. Öydə uşaqlar sərsid eləyir, yaman yatıram sənin mənbərində. 3-4 saat yine gündə yatıram, hövsələm gəlir yerinləşmə, sən mənbəri elə baz dəyirəm. Buyurur, yeki az bazuhay resanəd bazuhay ki qudrətməndir ha, sən bunu xırdan bir şey görmə. Xanəvadələrdə niyə xiyanət soxalı bələn? Niyə xiyanət soxalı? Baxıb siz dövrə bərzdə nə xiyanət soxalı? 10 il bundan qabaq bərnamələr yox idilər. 20 il bundan qabaq bu təşkilat yox idi. Mütəhil xanımlar durala oyun çıxadalar, mütəhil ağalar durala oyun çıxadalar. İndi niyə bu bərnamələr olub? Dərəsər o mahvarədir, şəkk eləmandı o Həzrət Abbasa. İstəyirsən uşaqlığa zülm eləməyəsən, o zəhrimarı ödən çıxad ötür eşiyə. Bizim dədə babalarımız salim yaşayıblar, bizim dinimizi dağın eləyən bu mahvarələr olacaqlar. Özdə bir, haca elmi bərnaməsinə baxırıq. Sən savadın var elmi bərnamə, İncilisi savadın var, türküdə təclütün var sənin ələ. Farsıda nıqqına danışır, deyir elmi bərnaməsi. Andol Həzrət Abbasa, yalan deysən, nəzür deyim, yalan deysən. İkincisi amuzeşdir. Oğurluğun yolunu örgədirlər. Məvad səhmənin yolunu örgədirlər. Təbliğ bir dənə öcünlərim uşaqların birinin əlində vardı, balacı uşağın. Ənva əksan mavadın səhməyin uşaqları örgədirdi. Əvvəl bərnaməsi özdə silinmir ha. Əvvəlində açacağın o gəlir. Şişənin paypı təşrif gətirir. Uşaq baxır, uşaq deyir, bu nəmə? Yavaş-yavaş mavad səhməyi. Yavaş, çünki bizim uşaqlarımız 24 saat girirlər təblitə. Baxsa ona yavaş-yavaş məğzində əsər qoyacaq. Bugün səhər görəcəksən, bəli. O gün gedirdim Utubanda, Təbriz səmtinə, gördüm Zəncanın yolunda bir nəfər əlində bu cür tutub fərmanı, bir dənə şişə tutub, başı da bu cür çomaq kimi. Dedim, o nə qədər? Dedi, o şişə çəkir da maşının dalında. Dedim, o cür yəni əcələsi vardı, bəndə xudanın bədəninin lazım idi. Lazım olan yerdə da sənə deməyəcək, burada utanarsan, ağsəqqəl var, eləyənməsən. Vadar eləyəcəksən, insanın niyaz olanda gedəcək gedaylığa. İnsan niyə gedir gedaylığa? Adamın indi cibində 100 milyon kartında pul olur.
Yerə birdən görə 5000 tümən pul düşüb. Xudavəkili əlim vurar onu. Deyir 100 milyon hesabımda bunu, o kilo neçədir onun. Amma adamın cibində bir gram pul olmuyor. Birdən görə bir 5000 tümən düşüb yerə, yavaşca qolunu salar, onu götürər qoyar cibinə. Niyə pul yoxdur axı? İnsan niyə gedir? Durasın yaşlığa bəzi adamlar. Gedaya məhəbbətdir da. Bir o öydə məhəbbət görmür. Öydə xanımın hesaba qoymur. Öydə iş bunu adam hesab eləyən yoxdur. Ya xanım olsun ya ağa. Kuçiklərin məhəbbəti ayrı yerdən görəcən, mütəmərkiz ol ağa təşvaparı onun səmtinə. İnsan gedaylığa yoxsulluqdan gedər, nədarlıqdan gedər. İnsanın hər nəmə fəqr fərhəngi niyə bəla gəlib Əfqanistanın başına? Fərhəng yoxdur, hərə bir dəriyə çəkir. Buyurur təqlidhay kurkuranə. İnsanları nabud elər. İnsanlar bir iş görərlər, daldalı gedərlər, qəhqərayı hərəkət elərlər, təqlid eləyir. Bu nimadını yasırlayıbsan maşının qabağına, əlaməti şeytan pərəstidir, xoş əmumət əzəş. Deyir yetim, bu xoş etümət, sən bundan, onu düzəldən, bunu bir hədəflə düzəldib. Tərəf başını bir gün bu yana darıyır, şeytan pərəstlər. Adam deyibə başında bombu patlayıb tərəfi. Bir gün, bu səqqəlin başına quş tutur mərdim. Bu səqqəl Allah verir mahasin, zibai. Da demeyib ki, hər seri bir tərəfim var, qoy bir tərəfi qalsın. Ağa o günlərim, mən bunu şahiddə ərdiləmişəm, bir çəqqəlin buranı vırıb. Buranı vırıb, sibilin bir tərəfini vırıb, bir tərəfini saxlamışdı. Dedim, qabaq yoncanız adı toxumluq saxlardılar. Bunu sən də onu saxlayıbsan, toxumun tutarsan. Rəhmətli ol, bir tərəfdən baxanda xalasan, o bir tərəfdən dahi, nə özü, doqanasız eləyirsən. Bir yolluk keşe səqqəl qoy, hər nəyin yaraşığı var, insanın da yaraşığı səqqəlindədir. Əvamili ki, mərdim dindən çıxırlar, təqlidhay kurkuranədir. Təqlidhay kurkuranə bahis olar, bizim nəhvi zindəqanlıqlarımız əvəz olar. Səbki memarilərimiz əvəz olar. Dinsizlər görünə oyun çıxartdılar, gətdilər, open vırdılar tamam aşbazxanalara. Qabaq bizim arvad uşağımız rahat otururdu aşbazxananın içində. İndi elə təkan yiyəcək, qonaq dönür, baxır bizim xanım görə nə qərir. Bunu kimin fikridir? Sən de, yox bab olan işidir, Andol Əzət Abbas olan işidir. Elə yavaş-yavaş qeyrət adamdan gedər. Sənin xanımın pərdənişini indi gətirib göz qabağına. Hara təkan yer görürlər. Gətirib lələn Bala şəhərlərdə bəzi yerdə dəstçüləri rubi qiblə qoyublar. Haram bir işdir və lələn olub da. Şivə qozarandan oqat fərağət. Gedirik siz dəhb edərəm. Məsələn, siz dəhb edər və bu şiddət də var idi. Niyə? Amerikalılar da gedirlər, biz də baxırıq, elə məsələn getməsin, ehramın yarımçılıq qalacaq. O gün gedir, ya hamıya soğuk der, hamı o qaçırıyan bana xamlayır, sabahdan da qıçarısı julu olur. O tüyeri və da xaricəllərdən niyə örgəşibsə? Gedirik piknikə, yaxçı, ərəqdir, ne müdünəm, ataş qaldı, varıblar, içiblər çöldə çəpiş kimin məliqillə hərəsi bir anda. Der əsəri təqlidhan kurkurana bizim modeli şadilərimiz əvəz olun. Partilarda oğlan kız, ya da adamda qeyrət olar. O adam için sövür bu bərnamələr yola düşən. Əvvəl deyəsən, axı, qardaş, sən sövürsən nənə bacın gedə bir ayrı məhəllisində bu tür şirkət eləyir. Yox, qarnın sökərəm. Deyir, bə sənə yaxçı deyir, özüyə yaxçıdır. Otu yerində, qardaş, tökə bərbamı xod aynədari. Çera bərbamı mərdum mizənisən. Səninki başlardan acığın gəlir. İnsanda qeyrət olar, insanda gərək erz-milli və dini ola. Heç görməyəndə də adamda gərək qeyrət ola. Naməhrəmi görəndə başı salasan aşağı. İnsan gərək həvəsran olmuyor. İnsan gərək bu işlən navaq, bu hardan başlayıblar, xaricəllər bunlar örgətdilər də mərdümə. İranda bəyə parti tuturdular. İranda bəyə məxlut, ne midünəm, ərusilər var idi. Olan İranlılar qeyrətə mərufdular. İranlılar əvvəldən qeyrətə mərufdular. İndi o adam ki deyir, ağa, kirdarinik, rəfdarinik, bendarinik, get gör nə işlərdən. İranlılar qədim səriyyə giyərdilər xanımları. 6 dənə bizim çadırlarca parça parardı. İndi xanımlar fəqət qırtırlar libasdan, üstdən, əyaqdan, hər yerdən güdəlir. Yavaş-yavaş, harada bənd alacaq Allah bilir. Hara gedirik xəbərimiz yoxdur. Hara gedirik Andol Əzət Abbasa xəbərimiz yoxdur. Görürsən xanım özü məhəccəbə yanında bir dənə bədhicab xanımı salıb qızın dolandırır. Nənə baba öyündə lağəl İmam Hüseyin burada əmri be məruf. Ha mən qiyam elədim, sən dilin yoxdur uşağa deyəsən xanım bu nə vəzdin, oğul bu nə vəzdin. Yaxçı elə hər kəs ötürürsən təfsiri siyasi eləyir. Ulan o tiyeri və sənin sözü kimdə oxuyan dünyada? Harada otururlar görürsən yedilə məmləkəti qutardılar.
Elə bir sən qalmışdın bunu etiraz eləməyəsən, nə nön yansın. Sən al, elə öz iraddağı qoy kənara, sən elə öz həmsinfiləvi, elə öz uşağı, sən öz uşağa gəlik duranmısan? Öz uşağın ağzı var sənin. Oğluma deysən, deyir, danışma otu yerində. Həli uşaq bilmir nənə ilə nəzür danışarlar, dədə ilə nəzür bərxord elərlər. Niyə? Xanəvadədə bunyan zəifləyib, niyə? Vırıbla bir-birinə bizi, kişilərimizi ərzişdən salıbla. Qabaq deyirdilər, ağa pedər salarıdır, xanımı dədə intiqab eləyir, oğlan müşkülünə yaşayır mərdum. O filmi düzəltmişdir, o pedər saların başında benəvanaq quş tutdular, səhdə verdilər filmi dədə. Xob, indi olub fərzənd saları, fərzənd saları olub mərdum xittəyəcək giriblər müşkülün için, indi bilmirlər nə qəyrələr. Uşaqları izdivac eləm, niyə qızlar izdivac eləmirlər? Qızların əlan sinni izdivacı əslən bilirsiniz ki, Mahvarən əsərində yenib gəlib 12 sinninə. Qızlara buluğ-e zudrəs gəlib, oğlanlara buluğ-e zudrəs gəlib, ağa 12 sinnində mükəlləf olur, kamil olub, 27 sinnində istəyir öyrənib, 15 ili nə qayrir? Baba deyir, dəhəniş bu iş 20'dir, deyir, sən fikir eləysən. Qıdı səndən kəm bilmir bu ələm, 8 sinnində uşaq, 30 ilmindən qaban 40 sinnində sizə ittilaatı vardı dərmə orada nərumadə. Niyə bilmir? Filmi alır əlinə, sən onları heç yuxunda da görməsən, hamısını hifzidirlər bunlar. Cipədə bizim cavanlarımız 13 sinnindən 17 sinninə şəhid oldular. Cipiyə yaxçıdır, amma hicliyə yollamağa hənuz uşaqdılar. Niyə bu sinni izdivac gedib yuxarı illətin biri bizdədir? Gətirik van verə 3 milyon vama o qədər baram gətirəm, cavanın çarıqları cırılır. Yığırıq pulları, yığırıq veririk bir dənə gərdən kolufda 100 milyar tomən götürür gedir, Burucerdidə bir makaranı kərxanası vurur, fəqət mücərrət qız istihdam eləyir. Özü də deyir, hər biri ərə geçsə ixrac eləyəcəyəm. Ondan da sonra deyir, fəsad niyə çox alıbdır? Fəsad eləyəni qulağın mıxlason duvara, bu cür fəsad olmaz. Hər nə mənə yerindən caysa, bərnamə budur. Hacı Nadir Ay Cəvaddə təşrif etdilər inşallah. Maldehi Xoşelhani Əbi Abdillah Hüseyin əleyhissalam Hacı Nadiranın səlamətçiliyinə, əmvatının ruhi mənzur ola hər yerdəsən, qeyrətli əvvəl-fəzanın ruhuna bir qeyrətli səlavat xətm elə. Biz cələsələrimizdə istəyirəm mehvər bu ola, illəti, dinqoriziyə mərdum, niyə bitdə dindən qaçırlar? Pəs əvvəlin ərz elədim, cəhalət, ikiminci təqlidhay kurkuranə. İnşallah ələ-sabah cinə təqliddən danışacaq, ha? Təqlid ağahanə, qeyri-ağahanə. İnşallah vəxtli gəlin qardaşımız, bula-bilayda hərdəm coşda olur, onlar da yadımdan çıxmasın. Vəxtində gəlin ki, inşallah cələsə bir cür ruhiyyəli qalsın ta, məddahların da məhzərindən istifadə eləyək. Ələl hesab məndə bəli 55 dəqiqədir, naqabil boğazından fəryad eləyirəm. Allah inşallah İmam Hüseyin ağanın hesabına tamam mərizlərimizə, məxsən onlar ki iltimas dua eləyiblər, onlar ki bizlərdən və sizlərdən qardaş oturubsan burada, dər əsər saadət bədən dandı ol Həzrət Abbasa, ha? Bimaristanda çoxunun serum qolunda, baxır televiziyonda gözünün yaşı tökülür, deyir Allah, necə bildir gedirdim amma da bil gedəmirəm, niyə? Dər əsər saadət bədəndir gəlib oturubsan, Allah bu verdiyi saadət bədəni əllərinizdən almasın inşallah. Allah nə qəd ömrümüz var, nə qəd də Allah bilir nə qəd ömrümüz var, hala 1 il, 2 il ta ila 100 sal, Allah əhl-i beytin məhəbbətin nə qəd zindəyik dünyada və dər ruzi qiyamət bizim qəlbilərimizdən əski eləməsin inşallah. Ve zikri salavat ver Muhammed ve Ali Muhammed. Xob, Hacı Nadir Ay Cəvadi müərrifi huzurdur. Day hamımının beləxərə adını eşidəndə bu bəndə xudanın zoğu şoğu ilə hara biz getmişik, Hacı'nın təşrifi olub. Cəmiyyət əlindən yeri olmuyor, belə bu cür deyiblər, bir səlavatla biraz gedin qabağa. Niyə illət budur ki, məhbubul qulubdur, yəni Hacı Nadiranın bir dənə imtiyazı var İmam Hüseyin ehsanına, ha, hələ adamda yoxdur, mənim özümdə də yoxdur bu. Hacı Nadir ağa oxuduğuna ağlayır özü. Məddah ki oxuyanda ağladı, bil ki onun sözü ilə güllə kimin dəyəcək müstəməyin sinəsinə oturacaqdı. Allah inşallah bu böyük tövfiqi, bu məddahı ba ixlas-ı ərbab-ı bir kəfənin əlindən inşallah almasın və hamımıza ağlar göz inayət eləsin. Abi ağlar gözlər qiyamətdə
qiyamət eləyəcəklər. فرموده است حضرت صادق هر آن کسی گریان جد ما شده با ما برادر است. چشمی که بیشتر به خودش گریه دیده است فردا به پیش فاطمه با آبروتر است. Özü də bu ağlamandan o biri ağlamaqların fərqi var. Adam boşlu olanda ağlıya, dədəsi öləndə ağlıya, İmam Hüseyin ağlamağın ayrı bir səfası var. Deyir İmam Hüseyin ağlayanda in əşk nist ab zolal mutahhar است. İmam Hüseyinə tökülən yaş bir pay sudur. İn ab nist, in əşk nist ab zolal mutahhar است. این چشم نیست چشمه ای از حوض کوثر است. buyurur her kez kıyamette İmam Hüseyin'e ağlasa در حج و در عبادت و در سجده های عشق geriye کنه Hüseyin şerik peygamber است. Hamımızın ürək sözümüz budur da kişi kimin deyir Allah heç bizi kaş gərə ağ kəfənə büyüməyələ gərə köynəklərimizlə qoyala topraqların altına bərmən libas nokəriyəm را کفن کنید. نوکر اگر بهشت هم برود باز نوکر است. ایام اسارت اهل بیت علیهم السلام دی. Allah inşallah Usara-i Kərbəla'dan qiyamətdə bizi kənara salmasın inşallah. Xanım Zeynəb qəhrəman-ı Kərbəla məlunlar bir iş gördülər. Siyasət budur ha, siyasət aləmində Maviyə bu oyunlar çıxartmışdı. Əmirəl-Mömininə 40 il mənbərlərdə səbb elədilər, tohin elədilər. Əvvəl minbərə çıxanda tərəf bir cay məsələn səlavat başlardı Əmirəl-Mömininə bəd و بیرah deyərdi. Ta sal 99 Ömər ibn Abdüləziz vaxtı xilafətə çatdı. Bu pis adəti mərdum içindən cəm elədi. Xob, İmam Səccadadan sual eləyirlər. Zəhra balası, ağa Nehzət-i Aşura, Nehzət-i Kərbəla, Nehzət-i Əbi Abdillahın hansı qisməti sizə çətin oldu? Hansı qismətində siz çox zəcri çəkdiniz? Ağa buyurmadır ruh Zohrə Aşura babamın başındalıdan kəstilər. Ağa buyurmadı Zohrə Aşura əmim Əbəlfəzin qolların qələm eləyəndə bəttərin saatimizidir. Xeymələrimiz ot tutanda bəttərin saatimizidir. Ağa üç seri burada əşşam, əşşam, somməşşam. Vay bu şamilərin əlindən, vay bu zəxmi zəbanların əlindən neynirdilər? Yaralı başlığa qoymuşdular cəbələrin içinə. Bunlar qabaqdan şəhrilərə xəbər verirdilər ki xəlifənin düşmənləri gəlir. Şəhrə girəndə bunları cəbədən yaralı başlığa çıxadırdılar, vururdular uca neyzələrin üstünə, xanımların cəmində aparırdılar, mərdum da çıxırdılar, şadlıq eləyirdilər, təmaşaya bəd و بیرah deyən. Nəzdikiyə şəhri Şam bir dənə şəhri var be namı Hərran adında. O şəhridə bir dənə məqbərə var be namı Məqbəre-i Yəhya Şəhid. Ağa bu Yəhya Şəhid kimdir? Niye orada məqbərəsi var? Özdə onun halatında yazıblar və yustəcabu dua ində turbəti. Hər kəs o Yəhya Şəhidin qəbrinin kənarında dua eləsə müstəcab olar. Abi Yəhya Şəhid kimdir? Bir dənə Yahudi kişidir bu. Vaxtı Üsəranı yaxınlaşdırdılar şəhri Hərrana. Xəbər verdilər ki Üsəra gəlir. Yaralı başları vurdular neyzələrə. Yaralı başları vaxtı varid elədilər şəhrə. Mərdum çıxdılar o uca yerlərdən bu Üsəraya yaralı başlara baxmağa. Bu Yəhya Yahudinin də bir uca məkanda bir evi var idi. Oradan çıxdı təmaşaya. Yəhya deyir baxdım gördüm Allah bu başların içində bir nurani baş var. Çox tər و tazədir. Çox belə cəlbi təvəccüh eləyir. Baxanda gördüm yaralı başın dodaqları dəydi bir-birinə və yətəhərrəkə şəfətəy. Bunun dodaqları hərəkət elədi və səmə kəlamuhu mən bunun sözlərini eşidirəm. Bu yaralı baş başladı və səyələmullezine zələmu əyyamun qələbin yanqəlibun. Bu Yəhya Şəhid üzün dolandırdı. Dedi siz Allah mənə deyin görün bu yaralı başın sahibi kimdir? Dedilər yaralı baş düşmən xəlifədir öldürmüş. Dedim bunun adına nə deyirdilər? Dedilər adına deyirlər Hüseyin ibn Əli. Bu Hüseynin yaralı başıdır. Bunun dədəsi kimidir, nənəsi kimidir? Dedilər dədəsi Əli ibn Əbi Talib, nənəsi də Peyğəmbərin balası Fatimə-i Zəhranın balasıdır bu. Dedi and ol Allah'a bunun dini haqqdır. Üzün dolandırdı İmam Səccad əleyhissalam. Ağa mən sizin əl üzünə müsəlman oluram. Əşhədü ən la ilahə illallah. Əmmaməsin başından açdı. Tikə-tikə doğradı. Dedi bu xanımların üzünün örtüyü yoxdur. Verin bu xanımlar çəhsinlər üzlər
üzerine koy, naməhrəmlər bulan üzün görməsinlər. Bir qəbası vardı, verdi İmam-ı Səccad əleyhisselama, ağa zəncir ketviləri yaralayıbdı. Bunu giyəsən bu zəncirlərin altına. Baxdı, gördü, səsləndilər, mən haza bu kimdi belə düşmənan xəlifəyə kömək eləyir. Səsləndi qulamına, mənim şəmşirimi gəcə istəyirəm Hüseynin qabağında canımı fəda eləyəm. Bu Yahudi bir şəmşir vurur. Zərəbə be sayfın və sinan, bunu şəmşirinə, neyzəynə vurdular. Şəhid olanda üzün dolandırdı İmam Hüseynə, əlin qoydu rəyinin başına. Baxdı o yaralı başa, bir seri dedi, Esselamu aleykə ya Əba Abdillah. Her yerde sen uca dene ya Hüseyin.